Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hamdan kesiran tayyiban mubarakan fihi. Allahumma subhanaka la ilme lana illa ma allamtana. İnneke entel alimul hakim. Allahumma salli ve sellim ve barik ala abdika ve rasulika Muhammed ve ala alihi ve men istenne bi sunnetihi ila yevmiddin. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Deməli qardaşlar, bugün namaz haqqında danışacağıq. Yəni namazın sözlərinin mənası. Namazın sözlərinin mənası. Bu olduqca mühümdür qardaşlar. Ümumiyyətlə namaz özü mühümdür. Yəni İslam dinində, İslam dininin ikinci rükunlarından sayılır və əzəmətlidir. Və əməllərin içərisində ən əzəmətli əməldir. Namaz qılmaq əməllərin içərisində ən əzəmətli əməldir. Həmçinin şeytan qardaşlar çalışır ki və ya istəyir ki, insanı namazdan uzaqlaşdırsın daima. Dünya fitnələrindən, dünya sıxıntılarından, dünyanı bəzir onlara ki, və ya başqa şeylər ki, insan namaz qılmasın. Bu şeytanın istəyidir. Allah Teala buyurur ki, İnnəmə yuridu şeytanu ən yuqi'a beynəkumul adavətə vəl-bəğda'a fil-xamri vəl-meysir. Şeytan deyir, şərabla, daha doğrusu qumarla və şərabla sizi aranıza ədavət, kin salmaq istəyir. Və yəsuddakum an zikrillahi və anis-salat. Və həmçinin istəyir ki, sizi Allahın zikrindən və namazdan uzaqlaşdırsın. Şeytan istəyir ki, sizi Allahın zikrindən və namazdan uzaqlaşdırsın. Bu şeytanın istəyidir. Yəni, istəyirsən namaz qılmayasan, Allaha ibadət etməyəsən. Və namaz, qardaşlar, yəni Allaha olan qulluğu bariz nümunəsidir. Əməllərindəndir, ən böyük. Yəni, namaz ən böyük əməldir, görsədir ki, sən Allaha qulsan. Zəlilliyi görsədən ən bariz əməllərdəndir namaz. Yəni, namaz qılmasan, artıq Allaha qulluqdan danışmağa haqqın yoxdur. Namaz qılmırsansa, artıq Allaha təslim olmaqdan danışmaqda haqqın yoxdur. Yəni, təslim olan insan, Allaha təslim olan namaz qılar. Yəni, ən böyük əməllərdəndir, ən əzəmətli əməldir. Lakin indiki müsəlmanlar, yəni görürsən, namaz qılır. Yəni, hərəkət var, amma keyfiyyət yoxdur. Yəni, Allah Teala namaz qılın deyəndə, yəni, boş, quru hərəkəti istəmir səndən. Boş, quru hərəkəti istəmir. Allah Teala buyurur ki, Qul li ibadiyəl-ləzīnə əmənu yuqimus-salət. İman gətirən qullarıma denən ki, namaz qılsınlar. Yəni, sən iman gətirmisənsə, namaz qılmalısan. Və həmçinin buyurur ki, və aqimus-salət, əmr edir Allah Teala öz mübarək kitabında ki, namaz qılın. Lakin namaz nə ilə fayda verir? Namaz xuşu ilə fayda verir. Qiyamət günü namaz xuşu ilə qılınan namaz fayda verəcək Allah qatında. Allah Teala buyurur, Qad əfləhəl müminun. Artıq möminlər nicat tapdı. Əllezîne hum fi salatihim xaşiun. O möminlər ki, namazlarında xuşuludur. O möminlər ki, yəni bütün möminlər yox. Yəni hər namaz qılan yox. Hansı namaz qılan? Namazlarında xuşulu, müti olanlar. Yəni bir insan namazın sözlərinin mənasını bilmirsə, orada xuşu əldə edə bilər, edə bilməz. Edə bilməz. Yəni insan ən böyük, yəni xuşu gətirən səbəblərdən ən böyüyü dediyi sözlərin mənasını bilməlidir. Yəni insan dediyi sözlərin, yəni Allahu Akbar kəlməsindən ta qutarana Esselamu aleykum və rahmetullah bu kəlməyə kimi nə deyir, mənasını bilsə, yəni ona xuşu, yəni xuşulu olmağa aparacaq. Yəni, bu böyük səbəbdir. Görürsən, bəzi qardaşlar yəni şikayət edir, mən necə namazı xuşu ilə əldə edim, yəni namazı necə qəlbi oyaq qılım. Soruşsan ki, qardaş, bəs bilirsən sözlərinin mənasını? Deyir, yox. Bilmir. Yəni bilmirsə, yəni sanki insan bilmir nə deyir. Oxuyur, gündə 5 dəfə qılır, 10 il, 15 il namaz qılır, bilmir nə deyir namazda. Yəni bu həqiqi, yəni məhrum olmaqdır. Yəni namaz qılmaq deyəndə
boş quru namaz qılmaqdan gelmir söhbət. Ona görə səhabələr deyirdilər ki, səhv eləmirəmsə İbn Məsud radiyallahu anh deyirdi ki, "Leysə ləkə min salatika illə mə aqaltə minhə." Namazından sənə qalan hissəsi başa düşdüyün hissəsidir qiyamət günü. Yəni sən nəyi başa düşmüsənsə, o qədər sənə qalacaq namaz. 3də biri, 4də biri, 5də biri. Nə qədər oyaq olmusan. Və insan həm də namazın sözlərinin mənasını bilməyəndə artıq şeytan vəsvəsə gətirir insana namazda. Və görürsən, aparır səni, fikirlərini. Yəni, sən namazın sözlərini fikirləşib, tədəbbür edə bilmirsən və bu səbəbdən də sənin fikrin hara gedir? Dünyaya. Bu səbəbdən. Yəni, əgər sözün mənasını bilsəydin, yəni, bir növ çalışacaqdın ki, fikirləşəsən haqqında. Yəni, insan bilsə ki, Elhamdülillahi Rabbil Alemin, Ər-Rahmanir-Rahim nə deməkdir? Bir növ varar mahiyyətinə. Çalışar ki, üstündə işləsin, fikirləşsin nə deyir. Bilmir, nə deyir? Artıq səbəbdir, aparır səni dünyaya. Nə dediyinizi anlamayana qədər namaza yaxın durun, yəni ayə də var. Hə. Yəni insan ona görə mühümdür sözlərin mənasını bilmək. Və bu gün də istədim, yəni Allahın izni ilə, yəni danışaq namazın sözlərinin mənası, yəni qısa da olsa, yəni inşallah yəni çatdıracağam ki, namazın sözlərinin mənası nədir?